Baza hərəkətləri yoxsa izolyasiya hərəkətləri? Bunlar nədir və aralarındakı fərq nədir? Baza hərəkətləri. Baza hərəkətləri eyni anda bir neçə əsas əzələ qrupunu işlədən məşqlərdir. Bu hərəkətlərdə əsas işləyən əzələ ilə yanaşı, ona kömək edən digər əzələlər də aktiv iştirak edir. Bu bəzi baza hərəkətləridir. İzolyasiya hərəkətləri. İzolyasiya hərəkətləri yalnız bir əsas əzələ qrupunu hədəfləyən məşqlərdir. Bu hərəkətlər müəyyən bir əzələni digər əzələlərin iştirakını minimuma endirərək işlətməyə imkan verir. Bu bəzi izolyasiya hərəkətləridir. Hansı daha yaxşıdır? Ümumilikdə baza hərəkətləri daha üstün hesab olunur. Bunun əsas səbəbləri: daha ağır çəki qaldırmağa imkan verir, güc və performansı daha sürətli artırır, eyni anda bir neçə əzələ qrupunu işlədiyi üçün ümumi inkişaf daha səmərəli olur. Bəs izolyasiya hərəkətləri lazımdır? Bəli, onların da öz yeri və məqsədi var. İzolyasiya hərəkətləri bu hallarda faydalıdır. Müəyyən köməkçi əzələləri yormadan bir əzələ qrupuna əlavə məşq həcmi vermək üçün. Biceps, baldır kimi kiçik əzələləri birbaşa inkişaf etdirmək üçün. Yorğunluq və ya zədə səbəbindən ağır baza hərəkətlərini etmək çətin olduqda alternativ olaraq